Salam hörmətli izləyicilər. Bu gün sizlərlə 7 iyun Dövlət Qulluğunun suallarının izahını paylaşıram. Video 2 hissədən ibarət olacaq. Birinci hissədə ilk 15 sualın həllini paylaşacağım. Videoya keçməzdən əvvəl kanala abunə olmağı, videonu bəyənməyi və bildirimləri açmağı unutmayın. Dəyərli fikirlərinizi yorumlarda yaza bilərsiniz. Birinci sualdan başlayaq. Mətn məntiqi təhlilidir. Bu sual magistratura imtahanlarına düşmüş sualdır. Deyir, K, L, M, F dostdular. Yazaq K, L, M, N və F-dir. Bunların bir də peşələri var. Həkim var. Daha sonra müəllim var. Başqa nə var? Mühəndis var. Sürücü, sonuncu da menecerdir. Bizə deyir ki, K ya menecerdir, ya mühəndisdir. Yəni, bu nə deməkdir? Yəni, həkim ola bilməz, daha sonra müəllim ola bilməz, sürücü ola bilməz. Ya mühəndisdir, ya da menecerdir. M müəllim deyil. Gətirik M-in qabağına, çıx qoyuruq müəllimdir. Və yalnız M və F qadındır. Onda M ilə F-ə qadın yazırıq. Digərləri kişidir. Həkim qadın deyil. Onda M ilə F deməli, həkim deyil. Sonra deyir ki, mühəndis və sürücü kişidir. Bu o deməkdir ki, mühəndis və sürücü də həmçinin MF deyil. Burada da çıx qoyuruq. Onda M-ə nə qalır bir dənə? Menecer. M menecerdir. M menecerdirsə F də müəllimdir. Bizdən də F-in peşəsini soruşur. Ona görə cavab Y variantı olmuş olacaq. Növbəti suala baxaq. Aşağıdakı şəkildə neçə üçbucağı var? Bu da magistra düşmüşdü, ancaq bu xət yox idi onda. Gəlin burada neçə dənə üçbucaq var, onun sayına baxaq. Birinci, bir dənəli üçbucaqlara baxaq. 1, 2, 3, 4 və 5. Demək ki, 5 dənə bir dənəli üçbucaq var. Daha sonra ikisinin birləşməsindən neçə dənə üçbucaq var, ona baxaq. Məsələn, bir dənə burada var. 1. Daha sonra burada var. 2. Bir də burada var. Bu şəkildə. 3. Demək ki, 3 dənə, 2 dənəsinin birləşməsindən üçbucaq var. Daha sonra başqa hansı var? Təbii ki, onu da başqa rənglə göstərək. Bu üçbucaq var. Bu 1. Bir dənə də bu tərəf üzrə üçbucaq var. Bu da 2. 2 dənə də burada var. Topladıq, cavabı 10 almış olacaq. Yəni, burada 10 dənə üçbucaq var. Digər suala baxaq. Deyir ki, hansı iki sözlü hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni şəhər adı yaratmaq olar. Burada baxan kimi görsən ki, dan və dir sözlərinin birləşməsindən Madrid şəhərini yarada bilirsən. Yəni, 1-5. Cavab D variantı. Sonra saat güzgü məsələsinə baxaq. Burada deyir ki, evdən saat 11:06-da çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdə baxanda şəkildəki vəziyyəti görür. Hansı variantda həmin adamın evdən neçə dəqiqə sonra çıxmalı olduğu dəqiq vaxt verilir? Bunu tapmaq üçün birinci bölgünü yazmaq lazımdır. Bura 10-dur, düzdürmü? Bura 11, 12, 13, 14. Yəni, burada baxıram ki, nəyin üstünə düşür? 13-ün. Yəni 3-ə işləyir. Biz onu yazaq. Deməli, saat neçədir? 2:13. Daha sonra bunları tapmaq üçün 12-dən həmin bu 2:13-ü çıxmalıyıq ki, dəqiq vaxtı tapaq. 12 nə deməkdir? 11:60 deməkdir də. 11:60 çıxılsın 2:13. Buradan 60-dan 13 çıxanda 47 eləyir. 11-dən də 2 çıxanda 9 eləyir. Yəni, saat bu dəqiqə 9:47-dir. Bizdən nə istəyir? 11:06-da evdən çıxmalıdır. Yəni, 9:47-dən 10:47-yə neçə dəqiqə keçir? 60 dəqiqə. Yəni, 1 saat. 10:47-dən də 11:06-ya qədər nə qədər vaxt keçir? 19 dəqiqə. Onda 60 burada, 19 da orada topladıq, 79 dəqiqə keçmiş olacaq. Cavab C variantı. 5-ci suala baxaq. 5-ci sualda burada bu fiquru bu tərəfə qatlayır. Bu fiquru da bu tərəfə qatlayır. İndi gəl qatlayaq.
Bu aşağıda elə olduğu kimi bu tərəfə düşəcək. Bu hissə qara. Bunu da bu xətt üzrə qatlayıramsa güzgüdən uzaq düşür də bu qara hissə. Ona görə güzgüdən uzaq düşəcək. Yəni belə olacaq. Baxıram ki, buradakı fiqur alındı. Həmçinin burada da bunu qatlasam bu şəkildə. Demək, bu gəlib bura düşəcək. Bu birincisi, bu 1-ə düşəcək. Bu isə belə düşəcək bu hissəyə. Daha sonra bunu da bu tərəfə qatlayıramsa, buradan belə bir qara hissə olacaq. Baxıram ki, buradakı fiqur alınır. İndi gələk bu fiquru qatlayaq. Bunu bu tərəfə qatlasam, bu belə düşəcək. Bu hissəni də qaralayıram. Bunu da bu tərəfə qatlasam, bu da belə düşəcək. İndi baxıram variantlarda görüm hansıdır. Baxıram ki, həmin D variantında uyğun gəlir. 6-cı suala baxaq. 6-cı sualda yerinə rəqəm də qoya bilərsiniz, amma riyazi şəkildə işləyib elə də tapa bilərsiniz. Burada deyir ki, A-nı B-yə vuranda 72 eləyir. Daha sonra A-nı C-yə vuranda 48 eləyir. Yazırıq 48. Bir də B-ni C-yə vuranda 96 eləyir. Biz burada qruplaşdırma eləsək, 1 ilə 2-ni qruplaşdıraq. A vur B, vur A vur C. Bərabərdir 72 vurulsun 48. Aha, buradan görürəm ki, A-nı A-ya vuranda A kvadrat eləyir. B-ni də C-yə vuranda zaten 96 eləyir. Yazıram ki, 96, o da bərabərdir 72 vurulsun 48-ə. 72-ni 48-ə vurub 96-ya böləndə qalır 36. Yəni A kvadratı 36, A da bərabərdir 6-ya. Gətirib A-ların yerinə 6 yazıram. A 6-dırsa, C 8-dir. Gələk C-yə 8 yazaq. 8-i nəyə vuranda 96 edir? 12-yə. Demək, B də 12-dir. Həqiqətən də baxsaq ki, A-nın qiyməti 6 idi, B-nin də qiyməti 12-dir. 12-ni də 6-ya vuranda 72 edir. Yəni ki, düzgün tapmışıq. A 6-dır, B 12-dir, C isə 8-dir. Bunları da toplayanda 26 almış olacaq. 7-ci suala baxaq. 7-ci sualda operatorlardır. Burada böyük rəqəm var 2 dənə. Burada kiçik rəqəm var. Bu o deməkdir ki, rəqəmlərlə işləmə var burada. Həmçinin buradakı cavablara baxırsan ki, cavabların hamısı necə ədədlərdir? Kvadratik ədədlərdir. Burada da variantlarda kvadratik ola biləcək bir dənə D variantı var zaten. İndi bunun qaydası nədir? Buradakı ədədləri toplayıram. 8, 9, 2. Eləyir 19. Və bunları toplayıram. Eləyir 15. 19-dan 15 çıxıram. 4. 4-ün kvadratı 16. Hamısında da ödəyir. İndi gəlib suala tətbiq edirəm. 9, 2, 7. Toplasam 18 eləyir. 4, 3, 9. Toplasam 16 eləyir. 18-dən 16 çıxanda 2, 2-nin də kvadratı 4. Yəni D variantı. Ardıcılığın növbəti hədlərini tapın. Bu da rahat sualdır. 8-dən 64-ə kvadrata yüksəldə bilərsən. Amma aşağıda baxıram ki, 9-dan 72-yə kvadrata yüksəldmək olmur. Demək ki, burada 8-ə vuraram. Burada da 8-ə vuraram. Burada da 8-ə vuraram. Həmçinin buradadır. Daha sonra 64-dən 16-ya 4-ə bölərəm. 72-dən 18-ə 4-ə bölərəm. 80-dən 20-yə 4-ə bölərəm. 0-dan 0-a 4-ə bölürəm. 96-nı da 4-ə böləndə 24 düşür. Yəni B, Y, C-ni silirəm. Sonra 16-dan 23-ə üstəgəl 7-dir. Burada da üstəgəl 7-dir. Burada da üstəgəl 7-dir. Burada da üstəgəl 7-dir. Və 24 üstəgəl 7, 31 eləyəcək. Ona görə cavab D variantı olmuş olacaq. 9-cu suala baxaq, fiqur ədəd əlaqələri. Burada sən bu fiqura görə işləyə bilmərsən, bir də bu fiqura görə işləyə bilmərsən. Çünki bunlar bir-birinə çox yaxındırlar. 1, 1, 1, 0 alıb, birində də 3, 1, 1, 1 alıb. Yəni buna görə tam dəqiq deyə bilmərsən. Amma bu ikisinə görə işləsən, görürəm ki, 8-i 2-yə vuranda neçə eləyir? 16. 6 almaq üçün neçə çıxmalıyım? 10 çıxmalıyım. Onu hardan ala bilərəm? Bunun 2 qatından. Görə digərlərində ödəyir. 4-ü 7-yə vuranda 28 eləyir. 28-dən 16 almaq üçün 12 çıxmalıyım. 12-ni ortadakının 2 qatından ala bilirəm.
Demək ki, yanları bir-birinə vurub ortadakının 2 qatını çıxırsan. İndi 11-i 12-yə vuracam. Yazırıq bura. 132. Çıxılsın ortadakının 2 qatı. Yəni 8. O da eləyir 124. Yəni S-in qiyməti 124 olmuş olacaq. 10-cu suala baxaq. Kompleks sualıdır. Deyir, bu fiqur hansı komplektə aiddir? Birinci komplektə baxıram ki, burada hamısında nə var? Xətt gedən üçbucaq var, qara üçbucaq, ağ üçbucaq var. İndi qara üçbucaqların sayı burada 3 dənədir, burada isə 4 dənədir. Yəni bu mənə bildirməyəcək ki, birinci komplektə aiddir. İkinci baxıram ki, ağ üçbucaqların sayı 2 dənədir, burada 1 dənədir. Yəni bu birinci komplektdə qara üçbucaqların sayı da fərqlidir, ağ üçbucaqların sayı da fərqlidir. Amma ortasından xətt gedən üçbucaqlara baxsaq ki, burada 4 dənədir, burada da 4 dənədir, burada da 4 dənədir. Yəni birinci komplektdə hamısında, bu 6 dənə şəklin hamısında nə var? Ortasından xətt gedən 4 dənə üçbucaq var. Yəni birinci komplektə aid olması üçün o komplektdə 4 dənə ortasından xətt gedən üçbucaq olmalıdır. İndi baxıram fiquruma. 1, 2, 3. 3 dənədir. Bu o deməkdir ki, birinci komplektə aid deyil. Bunun üstünə xətt çəkirəm. İndi ikinciyə baxıram. İkincidə bundan 3 dənədir burada. Burada 4 dənədir. Demək burada fərqlidir. Bura baxıram. Bundan 3 dənədir, bundan 2 dənədir. Demək ki, ağ üçbucaqlar da mənə verməyəcək. Amma qara üçbucaqlara baxsam ki, 3 dənədir, burada da 3-dür, burada da 3-dür, burada da 3-dür. Yəni 6-sında da 3 dənə qara üçbucaq var. Bu deməkdir ki, ikinci komplektə aid olması üçün 3 dənə qara üçbucaq olmalıdır. Burada baxıram ki, 2 dənə qara üçbucaq var. Demək ki, bu ikinci komplektə də aid deyil. Onda cavab D variantı heç birinə olmuş olacaq. Tərəzi misalına keçək. Bu tərəzi çox rahatdır. Buna yerinə rəqəm qoyub da işləyə bilərsiniz. Məsəl üçün buna 2 dənəsi 3 dənəsinə bərabərdir. Onda buna 3, 3 verək. Buna 2, 2, 2 verək. Kvadrat 2-dirsə, bu 1, 1-dir də. 1, 1, 2 eləyir. İndi bu 3 idi, bu da 2 idi. 3, 2, 5 eləyir. Burada 5-i nədən yaratmaq olar? 5 dənə dairə 5 eləyir. Ona görə cavab C variantı olmuş olacaq. 12-ci sual. Verilmiş hissələr birləşərək hansı fiquru əmələ gətirir? Gəlin bu fiqurları nömrələyək, daha aydın görək. 1, 2, 3 və 4. İndi bu fiqurları gəlin elə göstərək birbaşa. Birinci fiquru bura qoysam, bura 1 olsun. Daha sonra üçüncü fiquru fırladıb bu tərəfə qoysam, fırlatdım, bura qoydum. Bura 3. Sonra ikinci düzbucaqlını bura çəksəm, belə. Bura 2 və burada 4-ü qoya bilərəm. Ona görə 1, 3, 2, 4 yerləşdirdik. Cavab B variantı olmuş olacaq. 13-cü sual cədvəl mövzusudur. Bu cədvəldə nə edirik? İkinciləri, bu ikinci 2-yə vurursan, daha sonra bu birinci sütundakıları da 2-yə bölürsən. Daha sonra onları toplayırsan, bərabərdir 3-cü sütundakı ədədlərə. 9 vur 2, 18 eləyir. 2 bölü 2, 1 eləyir. 18 ilə 1-i toplasan 19. 1-i 2-yə vuranda 2 eləyir. 4-ü 2-yə böləndə 2 eləyir. Toplasan 4. İndi bizdən S-i soruşur. 4-ü 2-yə vuracaqsan 8 eləyəcək. 4-ü 2-yə böləsən 2 eləyəcək. 2 ilə də 8-i toplasam 10 almış olacam. D variantı. 14-cü suala baxaq. 14-cü sualda isə yenə operatordur. Burada isə tərsinə çevrilmədən istifadə edəcəyik. Buna 24 olaraq yox, 42 olaraq baxacağıq. Buna da 41 olaraq yox, 14 olaraq baxacağıq. Və 42-ni 14-ə böləndə 3 eləyir. 46 yox, 64. 61 yox, 16. 64-ü də 16-ya böləndə 4. İndi baxaq. 69-un tərsi 96-dır. 21-in tərsi 12-dir.
96-nı da 12-yə böləndə 8 eləyir. Yəni cavab A variantı olmuş olacaq. 15-ci sual magistr qəbuluna da düşmüş. Mətnin məntiqi təhlilidir. M, N, P, Q, R, S və T A-nın anası, xalası, qardaşı, bacısı, arvadı, atası və qızıdır. İndi gəlin bunu cədvəl şəklində göstərək. Biraz uzun cədvəl olur, amma göstərək. İndi bizə verilənləri yazaq. P ilə Q eyni cinsin nümayəndəsidir. Bax, P ilə Q bir-birinə bərabərdir. Mən bərabər şəklində yazıram. Daha sonra M ilə N müxtəlif cinsin nümayəndəsidir. Bunu da bərabər deyil şəklində göstərə bilərəm. S M-dən öncə anadan olub. Yəni, S böyükdür M-dən. Daha sonra Q A-nın anası deyil. Gətirirəm Q-yə, anada çıx qoyuram. Və A-nın arvadı öz həmyaşıdıdır. M ilə Q bacıdır. Burada bacı ola biləcək kimdir? Təbii ki, ana ilə xala. Başqa bacı ola biləcək 2 nəfər yoxdur. Demək ki, M ilə Q A-nın anası və xalasıdır. Biz də dedik ki, Q anası deyil. Onda demək nə idi? Xalasıdır. Digərlərinə çıx qoyuram. Həmçinin yuxarı doğru da çıxlarımı qoyuram. Onda M-ə də nə düşür? Ana. Ona görə M də anadır. Burada çıxlarımı qoyuram. Və deyirdi ki, M ilə N müxtəlif cinsdir. M qadındırsa, N nə olmalıdır? Kişi. Onda N-in ola biləcəyi bacı ola bilməz, arvad ola bilməz, qız ola bilməz. Ya atadır, ya da qardaşdır. Bir də deyirdi ki, S M-dən böyükdür. M nədir? Ana. Burada anadan böyük ola biləcək kim var? Təbii ki, ata. Ona görə demək ki, S atadır. Gətirirəm S-də, ataya üstəgəl qoyuram. Digərlərinə çıx qoyuram. Həmçinin yuxarıya doğru da çıxımı qoyuram. Və onda N-ə nə düşür? N-ə qardaş düşür. Burada da çıxlarımı qoyuram. Başqa heç birini tapa bilmərsiniz. Ancaq və ancaq bunları tapa bilərsən. İndi deyir ki, mütləq doğru hansıdır? Q A-nın qızıdır. Biz dedik ki, Q nə idi? Xalası. Ona görə bu mütləq səhvdir. M A-nın xalasıdır. Amma M A-nın nə idi? Anası. Ona görə bu da mütləq səhvdir. T A-nın qızıdır. Baxıram ki, T nə ola bilər? Həm bacısı ola bilər, həm arvadı ola bilər, həm qızı ola bilər. Yəni bu mütləq doğru deyil. Ona görə bunu da silirəm. N ilə T müxtəlif cinsin nümayəndəsidir. N-ə baxıram ki, N kişidir. T-yə baxıram ki, T qadındır da, düzdürmü? Çünki ya bacıdır, ya arvaddır, ya da qızdırsa, demək ki, qadın cinsindədir. Həqiqətən də müxtəlif cinsin nümayəndələridir. Bu mütləq doğru olan variantdır. Bir də Y-yə baxıram ki, R qadın cinsindən deyil. Amma R nə ola bilər? Ya bacı, ya arvad, ya da qız. Yəni qadın cinsində. Ona görə bu da mütləq səhvdir. Düzgün cavab D variantı olmuş olacaq. Videonu izlədiyiniz üçün çox sağ olun. İkinci hissəni qaçırmamaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və bildirimləri açmağı unutmayın. Fikirlərinizi şərhlərdə yaza bilərsiniz.